Yalnız yayda deyil, payızda da qış hazırlıqlarına davam edirik. Payızlıq lobiya artıq bazarlarda var. Mən də alıb qış üçün bankada bağlamaq qərarına gəldim. Lobiyanın uç hissələrini təmizləyirik. Uç hissələrini təmizlədikdən sonra xırda-xırda doğrayırıq. Siz istəyə uyğun olaraq doğraya bilərsiniz. Mən xırda doğramağı daha yaxşı bilirəm. Belə olanda tez bişir. Daha sonra yaxşı-yaxşı yuyuram bir neçə dəfə. Yuduqdan sonra qazana əlavə edib qaynamağa buraxıram. Qaynayan zaman ara-sıra qarışdırıram. Əgər bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Tamamilə bişdiyinə əmin olduqdan sonra lobiyanı bankalara yığıram. Bankanı ilk öncə qaynar suda qaynarlayıram. Daha sonra içərisini təmiz qurudub bankaya yığıram və bankaya yığdıqdan sonra ilıq suda qaynamağa qoyuram. Təxminən yarım saat müddətində qaynayır. Daha sonra götürüb üzərinə bir ədəd tetraskilin əlavə etdim. Sizdə tetraskilin yoxdursa, qənddən də istifadə edə bilərsiniz. Biz bağlamamız hazırdır artıq. Bağlamanı soyuyana qədər üzərini örtüb sabaha qədər gözlədirəm. Və soyuyandan sonra podvalda saxlayıram. Əgər məni bu video ilə tanımısınızsa, kanalda digər videolar da izləyə bilərsiniz. Bunun üçün kanala like atıb abunə olmağı unutmayın. Hələlik.